Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və abituriyentlər. Hər birinizi ürəkdən salamlayıram. Bu gün 10 may tarixində Dövlət İmtahan Mərkəzinin keçirtdiyi informatikadan sınağın izahını sizinlə bölüşəcəm. Başlayaq birinci sual nümunəsindən. Python dilində hansı dəyişənin adı ola bilər? Ümumiyyətlə, biz bu qadağaları bilməliyik. Dəyişən adlarında müəyyən bir qadağalar var. Dəyişən adı ədədlə başlaya bilməz, dəyişən adında boşluq ola bilməz, dəyişən adında yalnız və yalnız altdan xətt istisna olmaqla digər durğu işarələrindən istifadə etmək olmaz. İndi mən baxıram ki, burada doğru variantlardan D variantı, digərlərdə isə qadağalardır. Kodlaşdırma zamanı bir simvol üçün 7 kilit rəqəm ayrılarsa, əlifbada ən çox neçə simvol ola bilər? Deməli, 7 kilit rəqəm deyir burada. 7 bit. Ona görə də 2 üstü 7 bizə 128-i verir. Rahat bir sualdır. Roma rəqəmləri ilə yazılmış MCD bu 6 ədədinin onluq sayı sistemdəki təsvirində alınan ədədin rəqəmləri cəmi neçədir? M bilirik 1000-dir, C 100-dür, D 500-dür. Bu da 6-nı, bu da edir 1406. 1406-nın da rəqəmləri cəmi deməli 11 edir. B. 64. İnformasiya modelidir. Biz bunu cədvəl formasında yazsaq. Deməli, neçə nəfərdilər? 1, 2, 3, 4, 5. 6-nın 6-ya bir cədvəl çəkəcəm. 1, 2, 3, 4, 5, 6. Deməli, kimlər var? Ülviyə var, Günay var, Kəmalə, Nərmin. Nigarə də açıq yazaq ki, Nərminlə eyni hərflə başlayır deyə qarışdırmayaq. Laçın, Şuşa, Kəlbəcər, Zəngilan, bir də Cəbrayıl. İndi görək nə deyir? Deyir ki, stullar arasındakı məsafə indir. Nigar və Cəbrayıllı qızın arasında, deməli, Nigar və Cəbrayıllı qızın arasında Laçınlı qız. Nigar deməli avtomatik olaraq nə Cəbrayıllı deyil, nə də Laçınlı deyil. Nicara gedib Laçına da, Cəbrayılda deyil. Buna minusu qoyduq. Ülviyə və Günayın arasında isə Şuşalı qız əyləşib. Deməli, Ülviyə və Günay Şuşalı deyil. Ülviyə Şuşalı deyil, Günay da Şuşalı deyil. Şuşalının qarşısında isə Zəngilanlı qız. Şuşalının qarşısında isə Zəngilanlı qız. Və Kəmalə əyləşib. Deməli, Kəmalə nə Şuşalı deyil, nə də Zəngilanlı deyil. Kəmalə hanı? Şuşalı deyil, bir də Zəngilanlı deyil. Əla. Cəbrayıllı qız Günayla daim meyllə yazışır. Deməli, Günay Cəbrayıllı deyil. Günay Cəbrayıllı deyil. Nərmin Şuşalı deyil. Nərmin Şuşalı deyil. Deməli, Nigar Şuşalı imiş. Bunu tapdıq. Ülviyə isə Laçın və Cəbrayıllı deyil. Ülviyə Laçınlı deyil. Cəbrayıllı deyil. Cəbrayıllı deyil. İndi deyir kim Kəlbəcərlidir. Bayaq oxuyanda bir şey nəzərimdən qaldı. Deyir ki, Ülviyə və Günayın arasında isə Şuşalı qız əyləşib, Şuşalının qarşısında isə Zəngilanlı. Deməli, Ülviyə Zəngilanlı deyil. Çünki deyir ki, Şuşalının qarşısında Zəngilanlı qız və Kəmalə. İndi Ülviyə nə qalır? Kəlbəcərli. Məndən nə Kəlbəcərlini soruşurdu. Cavab olacaq Kəlbəcər. Kəlbəcər nədir Ülviyə? Bunu belə deyək də, əslində buradakı iki cümlədən götürmək olardı ki, kim hardadır, haralıdır. Hansı avtomatik olaraq məndən Kəlbəcərlini istəyirdi, yəni oradan tutmaq olardı. Sonra keçək 65-ci suala.
Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Def funksiyasıdır. Həll etsək addım-addım. Baxaq görək nə var, nə yox burada dəyişənlərdir. Deməli, x-dan gedəcəm, F1-dən müraciət edəcəm. Yəni ki, F1-ə adına müraciət edəcək. Sadəcə biz buradakı x-i tapmalıyıq. Gətirək F2-ni sonra həll edə bilək. F1-ə müraciət edəcəm. Hər bir funksiyanın öz adına müraciət var. Olacaqdır nə? F1-də. Bir dəqiqə. F1. Aha. İndi F1-də müraciət edəndə gətirib yerinə qoyuram dəyişənləri. Heç bunu F1-i belə yazmağımız doğru deyil normalda. Gəlin birbaşa yazaq. Deməli, burada F1 ABC 3 1 3 3 1 3 A'dır, B'dir, C'dir. Şərtə baxaq. A böyükdür B-dən, bəli, B böyükdür C-dən, yox. Ona görə də else düşəcəm. A-nın üstünə, yəni A-nın nədir? 3-dür. 3-ün üstünə 2B-ni gələcəm. Olacaqdır 2, 5. Və 5-i tapdıq. Biz bura tapdıq 5. Gətirib yazırıq bura 5-i. X-imizin qiyməti də 5 oldu. Yəni burada. İndi F2-ni tapmaq istəyəcəm. Çünki mənə deyirdi ki, sən ancaq X-i tapandan sonra gedib mənə müraciət edə bilərsən də. Gedib indi F2-ni tapacam. F2 nə cür olacaqdır? 1, 2, 5. Gətirdim, yerinə qoydum. Hesaba keçək. A bərabərdir. Deməli, B-nin üstünə C gələcəm. A-dır, B-dir, C-dir. A olacaq 7. Artıq A dəyərin dəyişdi, 7 oldu. B bərabərdir. 7-dən çıxacam 2B-ni. Olacaqdır 4. Bunun da fərqi 3 verir. Sonra return hissəsində A plus B cəmin, yəni bunun 10 eləyir. Bu hissə 10 eləyir. Plus. F1-də A-nı qoyacam. Deməli, A-m 7-dir. B-m 3-dür. C-m də ki 5-dir. Yəni, mən 7, 3, 5 ilə F1-ə müraciət edəcəm. F1, 7, 3, 5. Hesablasaq, bizdə yenə də else hissəsi işləyəcək. Çünki 3, 5-dən böyük deyil. A-dır, B-dir, C-dir. Deməli, A-nın üstünə gələcəm. 7-dir, 7-nin üstünə gələcəm. 2 dənə B-ni, 6-nı, bu da eləyəcək 13. Burada 13'ü almış oldum. 10 idi. Bu da oldu 13. Bunların da cəmi mənə 23'ü verir. Cavabımız B variantı. Sadəcə rəqəmləri qoyub yerinə hesablamaq lazımdır. B variantı. Keçək 66-cı sual tipinə. Mətn redaktorunda kursorun yerləşdiyi mövqedən 4 dəfə delete, 2 dəfə backspace. İndi delete bilir ki, sağa doğru simvol silir. Backspace isə, üzr istəyirəm. Backspace isə sola doğru simvol silir. İndi baxaq görək kursor hardan dayanıbdır, hardadır. Bir də R ilə M arasında. Deməli, biz buradan 4 simvol sağa doğru siləcəyik. 1, 2, 3, 4. Sonra 2 dənə də sola doğru. I, N, F, O, N, Y. 1-ə gedəcək B. Infum B'dir. İndi 2'ye baxsaq, burada kursorumuz N ilə F arasındadır. 4 dəfə delete bassaq, deməli, F gedəcək, O gedəcək, R gedəcək, M gedəcək. 2 dəfə də backspace sola doğru silir, N gedəcək, I gedəcək. Artix qalacaqdır. Deməli, 2'ye gedəcəkdir. 3'də hardadır görək kursor? A ilə T arasındadır. İndi 4 dəfə delete basanda hamısı gedir. 2 dəfə də sola doğru for qalır. For da A'da. İndi 1D, 1B, 2D, 3 olan hansıdır? Cavabımız elə A variantı olur. 67. Hüseyin dostu Cavaddan kompüterin parolunu istədi. Cavad parolun salam sözünün Sezar şifri ilə kodlaşdırdığını, şifrələmədə istifadə etdiyi açarı isə ona göndərdiyi Python dilində yazılmış proqrama əsasən müəyyən edə biləcəyini bildirdi.
Biz parolu tapmalıyıq. Tapaq. Deməli salam sözünü. Burada find axtardığı iç simvolun indeksini qaytarır. 0, 1, 2, 3, 4. Deməli S'miz olacaq 1. Count sayacaqdır. 2 dənə A'mız var. Bu olacaq 2. M'miz olacaq bunların hasili 2. B boş siyahıdır. Gedəcəyik C-ni ora əlavə edəcəyik. C-miz 1-dir. Ümumi olaraq B olacaqdır 1. Sonra B-nin üstünə B gələcək. Yəni siyahımız yenilənəcəkdir. Olacaqdır B siyahımız 1, 1. İndi deyir ki, SM, yəni ki, SM neçə idi? SM 1 idi. Birinci mövqeyə sən M-i əlavə elə. Birinci mövqeyimizdə 1-dir. Yəni söhbət sonuncu 0, 1 buradakından gedir. Biz M əlavə edəcəyik 2-ni. Yəni normalda bu 1-in yerində gəlib 2 duracaq. 1 sağa doğru yerini dəyişir, sürüşür. Olur siyahımız 1, 2, 1. İndi mənə nə deyir? Sum. Aha, bunların cəmini istəyəcək. Cəmi də olacaqdı 4. Deməli, bizim tapdıq parolumuzdakı ümumiyyətlə 4-dür. Belə deyək də, simvol sağa doğru sürüşdürsə, salamı gedəcəyik. 1, 2, 3, 4 W olacaqdı. Sonra A-nın 1, 2, 3, 4 E olacaqdı. Variantlara baxıram ki, W ilə başlayan bir A-dır, bir C. A ödəmir, O gəlir. Cavabımız C variantı. Sonra 68. Yenə defdir. Deməli, nam 20-dir. 20 ilə müraciət edəcəyik. Olacaqdır F20. I 2-dir. Deyir ki, 20-ni 2-yə böləndə birdən böyükdür. Aha, count baş hərfini yazacağım. Üstünə gələcəm. Biz 20-ni böləcəyik i-yə. Yəni olacaq 10, amma sadəcə olaraq float olacaqdır. Biz ona int forması yazacağıq da, olacaq 10. I yeni bir dəyər alacaqdır. 2-ni vuracam 5-ə, edəcək 10. Sonra 20-ni böləcəm nəyə? 10-a. Olacaq 2. 2 böyük bərabər 1-dən. Okey. O zaman mən onun üstünə 2-ni gələcəm. Olacaqdır bu 12. Sonra i-ni 5-ə vururam. I yeni bir dəyər alır, olur 50. Bu şərt ödəməyəcəkdir. Çünki 20-ni biz 50-yə böləndə onun tam hissəsi birdən böyük deyil. Ona görə də dövrün bitəcəkdir. Return count istəyirdi. Cavabımız olacaq 12. E variant. 69. 4'te 1 terabaytı bayt ile ifade edin. 1 terabaytımız 2'nin üstü 40 baytdır. Ve onu da 4'te 1'e biləcək 2'nin üstü 38. Cavabımız Dərbənd. Sonra təqdim olunan qrafda ixtiyari bir təpə və ondan çıxan tillər silindikdən sonra əldə edilən yeni qrafın qonşuluq matrisindəki sıfırların sayının birlərin sayından nə qədər çox olduğunu müəyyən edin. Deməli, deməli. Bizdə bir də oxuyum. Deyir, təqdim olunan qrafda ixtiyari bir təpə və ondan çıxan tillər silindikdən sonra əldə edilən yeni qrafın qonşuluq matrisindəki sıfırın sayını tapmalıyıq. Birlərin sayından nə qədər çox olduğunu. Aha, indi ümumi olaraq birinci etabı yerinə yetirək, bir dənə biz təpəni silirik və ondan çıxan tilləri sildik. Bu belə. İndi burada ümumi təpə sayını tapaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 təpəm varsa, mənim ümumi 81 dənə 0 birim var. Bu belə. İndi mən gedim birləri tapım. Birləri tapım. Birləri tapanda bu adi til bilirik ki, 2 dənə 1 yaradır. Gedək tilləri saysaq, düzgün sayaq, gözümüzdən heç nə qaçmasın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10,
11, 12. 12 dənə tilimiz var. Deməli 12 dənə tilimiz varsa 24 dənə bizim nəyimiz var? Birimiz var. Birlərin sayını tapdıq. İndi. İndi mənə deyir ki, yeni qrafda sıfırların sayının mənim 24 dənə birim varsa 81-dən çıxacağam 24-ün olacaq 57. 57 dənə də sıfırım olacaqdır. Düzdür? Sıfırların sayının birlərin sayından nə qədər çox olduğunu. İndi biz 57-dən də çıxacağıq 24-ün olacaqdır. Deməli 33 cavabımız A variantı. Sonra 71. Hər səhifəsində 32 sətr və hər sətrində 64 simvol olan mətni Unicode standartında kodlaşdırılsın. Arxivləşdirmə nəticəsində informasiya həcmi 20% azalaraq 80 kilobayt olan bu sənədin neçə səhifədən ibarət olduğunu müəyyən edin. İndi, əgər mənim 20% azalıbsa, yəni 80%-im 80 kilobaytdırsa, 100%-im neçə kilobayt olacaq? Bu təbii ki, olacaqdır 100 kilobayt. Yəni açıq yazsam, 80%-im olub 80 kilobayt. 100%-im nə qədər olacaqdır? Olacaqdır x. X-i buradan tapanda 100 kilobayt buradan yaranır. Bu sadə. İndi məndə səhifə sayını soruşur. Deməli, səhifə sayını soruşur. Unicode-da deyir, 100-ü vuracam 2-nin üstü 10-a, böləcəm 2-nin üstü 5-ə, vuracam 2-nin üstü 6-ya, vuraq 2. Çünki Unicode-dadır. Bu eləyir 2-nin üstü 12, bu da 2-nin üstü 10. İxtisar gedir, aşağıda qalır 4. 100-ü də 4-ə böləndə 25. Cavabımız olacaq 25 B variantı. 72. Verilənlər bazasındakı aşağıki cədvələ tətbiq edilən belə bir sorğu var. Müştəri xərclərinin cəmi neçədir? Deməli, sualın yarısı bu tərəfdədir, yarısı o tərəfdədir. Ona görə də mən bunu kənarda səliqəli şəkildə yazım. Deməli. Sadəcə sorğuya baxdım. Hani, vaxt aparan tərzə falan. Yəni. Ona görə də biraz diqqətli olmaq lazımdır ki, gözümüzdən heç bir hal qaçmasın. Bu belə. İndi görək nə deyir. Görək bizdən nə soruşur, nə istəyir. Deməli, mötərizəni qoyun. Birinci şəhər Bakı olsun. Deməli, şəhər Bakı olan hansılardır? 1-dir, 3-dür. Yazaq da bura. 1, 3. Sonra 5-dir, 7-dir, 9-dur. 5, 7, 9. Bu belə. Bunu yazdım. 1, 3, 5, 7, 9. Əla. İndi sonra or, yəni periyuz. Nə deyir? Şəhər Gəncə olan 2, 6. Başqa varmı? Yox. 2, 6. Mötərizəmizi bağlayaq, vuraq. Nə deyir burada? Xərci 200-dən böyük bərabər olanlar. Deməli, bu 2-dir, 3-dür, 4-dür, 5-dir, 7, 8, 9-dur. Düzdür? Yəni yazsaq 2, 3, 4, 5, 7, 8, 9. Sonra nə deyir? Deyir and, yəni vuraq. Yaşı 25-dən böyük olan və eyni zamanda yaşı 40-dan kiçik olan. Elə mən bunu birbaşa götürəcəm. Buradan deməli, mötərizəmizi açsaq və bunun statusu nədir? Passivlə də bu birləşməlidir də. Birləşdirsək, deməli şərti ödəyən 25-dən böyük olsun və 40-dan kiçik olsun yaşı. 2-dir,
2-dir. 3-dür. 2, 3. Yaşı 25-dən böyük olsun. 4-dür. Gəlin yazaq. Deməli, yaşı 25 və 40-dan kiçik olanlar. 2, 3, sonra 4, sonra 7, 8. 7, 8. Bu belə. Or, plus. Pasif statusunda olanlar kimlərdir? İkinci olacaqdı, beşinci olacaqdı, 8, 2, 5, 8. 8. Bu belə. İndi bunu sadələşdirsək, burada nə qalar? Hamısının əndi olan hansılardır? Burada əndi olan, əndi olan. Deməli, 2, 3, 5, sonra 7 və 9. Ümidvaram gözümdən heç nə qaçmadı. Sonra bunların əndini tapacağım. Əndi. Buradan indi birləşəndə ümumi olaraq nə olur? 2 olur, 3 olur, 4, 5, 7, 8. 7, 8. İndi bunların əndi. Hamısının əndi nədir? 2-dir, 3-dür. Deməli 5-dir, bir də 7-dir. 5, 7. Tapdıq. İndi nə deyir? Deyir, xərcləri cəmi. Xərcləri cəmi 2-nin xərci nə qədərdir? 200-dür. 3-ün xərci nə qədərdir? 300-dür. Sonra 5-in xərci nə qədərdir? 400-dür. Sonra 7-nin xərci nə qədərdir? 350-dir. 500, 900, bu da 1250 xərc. Cavabımız A variantı. Uzun bir sual. Normalda yəni. Niyə lazımdır bu boyda sual? Çünki orada vaxt məsələsi var. 120 musiqi failinin hər birinin həcmi 6 megabayt təşkil edir. 700 megabayt həcmə malik boş diskə bu faildən ən çox neçəsini yazmaq olar? Ee, Bu sualda disk sayısı tapmağa ehtiyac duymayacağım. Çünki 6 megabaytı mən kilobayta çevirib 4-ə böləndə elə 6 megabayt yer tutmuş olur da. Yəni disk sayısı elə 6 megabaytdır. 700 böləcəm 6-ya normaldır. Böləcəm 6-ya. Bir dəfə 6 onda yerləşəcək bir dəfə 40-da da deməli 6 qalıq lazım deyil. Çünki deyir, neçə dəfə yazmaq olar? 116. Cavabımız B variantı. 74. N-in daxil edilən hansı natural qiymətində Python dilində yazılmış proqramın nəticəsi 573 olar. Hı -hı. Maraqlı bir sualdır. Deməli biz burada elə bir dəyər qəbul etməliyik ki, bu 100-dən böyük olsun. Bu normaldır ki, çünki şərt ödənməlidir. İndi düzdür, burada mənim birinci ifim ödənməsə belə ikinci if yoxlanmalıdır. Çünki 6-6 ifdir. Amma üçüncü if ikinci ifdən asılıdır. İndi sadəcə burada əvəzləmə qoyacağım yerinə. Nədir? Çünki m-in qiyməti verilib də. N bərabərdir. N bərabərdir. N-dən çıxacam nəyi? Burada m-in yerinə yuxarıdakı baxın bunu qoyacağam. Yəni mötərizdə alsaq ifadədir deyə. M-in qiyməti nədir? N çıxaq 99. Düzdürmü? Vuraq 3 bölək 3. Ümumi olaraq bu üçlər ixtisar edəcək, n-lər ixtisar edəcəkdir. N-im olacaqdı 99. Bunu aldıq. N-im 99. İndi sonra 99 böyükdürmü ondan? Aha deyir. Ödəyir. M bərabərdir. M bərabərdir. M-in üstünə 180 gələcəm. Yəni ümumi olaraq m-im hansıdır? Yəni m-im budur. Yəni də əvəz
etmə üsuluna, yəni gətirib m-in qiymətini qoyacam bura. Olacaqdır nə? E, n çıxaq 99 vuraq 3 plus 180. Bu belə. İndi bunu mən hesablasam, m bərabərdir 3n çıxaq. Deməli, 3 kərə 7-nin 27, 3 kərə 7-nin, 3 kərə 9-un 27, 2 yadda, bu da 397. Plus 180 bərabərdir. Deməli, bunu da olur 3n minus 297-dən də biz 100 toplayanda biri mənfi müsbət, deməli olacaqdır 117. Bu belə. M belə bir ifadə aldı. Sonra deyir ki, n bərabərdir. N-dən çıxmalısan 90. Mən n-i son 99 almışam. N-imin qiyməti oldu nə? 9. 9 kiçik bərabərdirmi 9-dan? Bəli, m bərabərdir. M-in üstünə deyir, gəl 9-u. M-in mən nə almışam dəyərin? 3n-dir. 3n minus 117 plus 9. Bu da eləyir 3n minus 108. Bu belə. İndi m-i almışam da. Amma məndə print m-də deyək ki, sən ümumi olaraq son dəyərin 573-dür. İndi mənim son dəyərim 573-dürsə, mən bu ifadəni bərabər edəcəm 573-ə. Yəni 3n minus 108 bərabərdir 573. Düzdür? Belə. İndi 503n bərabərdir. Deməli, bunun keçirinə müsbət olacaqdır. 8-in üstünə 3 gəzəcək. 1 eləyəcəkdir. 1 yadda qalır. Bu edir 8. Deməli, bir də 681. Bu belə. İndi 681-i böləcəyik 3-ə. 681 bölək 3. Deməli, 2 dəfə 8-də 3 nədir? 2 dəfə olacaqdır. 21-də də 7 dəfə. Deməli, 227 cavabımız varmı? Elə A variantı. Oldu, bitdi. 75. Bu da qeyd eləyək PDF-də. Sonra rəqəmlər böyükdür deyə ədədlər. Sonra 75 nə deyir bizə? While-dır. Tamam. Görək nə istəyir. Deməli, ümumi olaraq T-imizin başlanğıc qiyməti 1-dir. Əla. T deyir, T nə qədər 1-ə bərabərsə, sən bu cövdəni icra elə. Mən A-nın başlanğıc qiyməti 2-dir. 2-ni biz 5-ə bölünə 0 ala bilməyəcəyik, amma gövdə işləyəcək. Yəni S olacaqdır. Birinci 2. A-nın ümumiyyətlə burada 5, biz nə zaman t-ni 0-a bərabər eləyə bilərik də? 5 olanda. Burada A-nın başlanğıc qiyməti 2-dir. Deməli, bu 3 dəfə bu dövrü işləyəcəkdir. Açıq yazacağım. 3 dəfə dövr işləyəcəkdir. Amma S-in bir çaşdırıcı məqamı ola bilər ki, A-nın dəyişən qiyməti nəzərə alınır da. Çünki A hər dəfə 2 idi, sonra 3 olacaq, sonra 4 olacaq. Yəni belə artır. İndi 2 oldu. Sonra A-nı bir vahid artırdım. A oldu 3. 3-ü biz 5-ə bölən 0 ala bilmirik. O zaman S-in üstünə gələcəm. Təzədən 3-ü gələcəm. Sonra A olur 4. 4 yenə 5-ə bölünmür. Ona görə yenə 4-ü gəlirəm biz burada. Sonra A olur bizdə 5. 5-i 5-ə böləndə qalıq 0-a bərabərdir. Bəli. T 0-a bərabər oldu. İndi T 0-a bərabər oldu. S-in üstünə A-nı gələcəm. Çünki bizdə burada son qiymət gövdədir, icra olunacaqdır. Olacaqdır 5. Düzdürmü? A-nı bir vahid artırır. Onsuz da mənim dövrümün gövdəsinin işləməsi üçün while şərt ödənmir artıq. Çünki T 0-a bərabər oldu. Bunların cəmini götürürük. Deməli, 5, 10, 14 edir. Cavabımız C variantı.
Keçək 76-cı sual nümunəsinə. Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Bu nə sualdır? Baxaq. Suallarda şikayətlənmirəm. Sualların zaman aparmasından şikayətləndirəm. Bu uşaq orada həm fizik yazır, həm riyaziyyat yazır. Nə bilmək. İndi nə istəyir burada? Deməli, 3 dənə forumuz var. Burada A boş siyahıdır və ixtiyari özümüzdən qiymət daxil etməliyik. 10 dənə. Çünki nəyə görə 10 dənə? Sıfırdan başlayacaqdı, ona kimin gedəcəkdi, 10 çıxas. Ümumiyyətlə, burada biz ümumi e, 10 yox, 10 yox, bir dəqiqə, bir dəqiqə. 10 dənə yox, 11 dənə. Çünki sıfırdan 10-a kimi davam edəcək. Hansısa bir 11 dənə ixtiyari bir ədəd daxil etməliyik. Bunun bir önəmi yoxdur. Bunu daxil elədik. Sonra nə etməliyik? Tutaq ki, bir dənə gedirəm. Yəni, bu siyahını uzun yazmayacağım. Məsələn, deyirəm də 7, 10, 17, 18 və s. bu cür davam edən hansısa bir siyahım var. Sonra həmin o siyahıda, məsələn, deyir ki, sənin A sıfırın bərabərdir i-dən çıxacaqsan 1-i. Yəni, bu 0 idi, 0-dan çıxacaqsan 1 olacaq -1. Yəni, sən A0-ı da duran, gələcək olacaq -1. Bunu başa düşdü ki, bu nə demək istəyir. Sonra tutaq ki, sən deyib A1 alacaqsan, məsələn də, i-nin bir qiymətində olacaqdır. A1 bərabərdir. Olacaq 0. Artıq sənin A1-in olacaq 0. Sonra bu olacaq 1. Belə bu cür gedəcəkdir. İndi bu hissə yəqin ki, aydındır. Sonra burada artıq sənin i-in 1-dən başlayır, 0-dan başlamır. Deməli, burada artıq dövrün sayı biraz azalacaqdır. Normalda bu hissədə olacaqdır A0 bərabər olacaqdır A1-ə. A1-ə. Deməli, A0-ın A1 olacaqdır. Mənim siyahım yenilənibdir. Sənin A0-ın olacaq A1-ə. Deməli, burada indeksdən gedir söhbət. İndeksdən. İndi baxsaq, A siyahısının sonuncu elementindən başqa bu heç. A siyahısının bütün elementlərinin öz indeksləri ilə. Bəli, bəli, bəli. A elementinin bütün bu olacaqdır. Öz indekslərini əvəz edəcəkdir. A siyahısının bütün elementlərin birinə bərabər olaraq, heç mən bunu variantla gedə bilərəm. A siyahısının sonuncu elementindən başqa bütün elementləri bir vahid azaldaraq, A siyahısının yalnız sonuncu elementini. Cavabımız B variantı. Belə bir sual çıxsa variantla getmək lazımdır. Çünki burada 10 dənə dövrü gedib onu görmək zamanımızı öldürər. Zaten mən burada tutdum ki, indeks əvəzləyəcəkdir burada. Sənə A0-ın gedəcək duracaq A1-də. Yəni ki, A1-i gətirəcəkdir, A0-da A1-in qiymətinə bərabər eləyəcəkdir. Deməli, burada siyahının bütün elementlərini öz indeksləri ilə əvəz edir. Cavabımız B variantı. 77. HTML kod fraqmentinə əsasən doğru mülahizəni müəyyən edin. Deməli, biz burada görürük ki, oldu, nişanlanmışdı. 3 nömrələnmiş deyil, cədvəl bir əlaqəsi yoxdur, təyin etmə deyil, 3 elementdən ibarət nişanlanmış siyahı, cavab Dərbənd. 78. Nə deyir? A-nın ilkin qiyməti 145 olarsa, alqoritmin icrasından sonra S dəyişəninin qiymətini müəyyən edin. Deməli, mənim burada nəyə baxmalıyam? Şərtdən nə zaman çıxaram? Şərtdən çıxmağım üçün A kiçikdir 0 olmalıdır. İndi mənə nə deyib? Bir dənə gözümdən qaçan görüm, heç bir nüans yoxdur. A-nın ilkin qiyməti 145-dir. Deməli, A 145 daxil edibdir. Mən bir dənə buradan tapım da dövr sayın. Necə tapacağım? Deməli, 145 minus 7 x kiçikdir 0. -7 x kiçikdir -145-dən. Biz də bunu
Keçirsək, bölsək 20 tam nə qədərsə, yəni x da böyükdür 20 tam nə qədərsən, x də bərabərdir 21. Dövr sayım 21-dir. Əla. İndi məndə S A plus B-ni istəyir. B-nin başlanğıc qiyməti 0-dır. 20 bu 21 eləyəcəkdir. İndi bunu tapmaq lazımdır. Ümumi olaraq 145-dən çıxacam nəyi? 21-i vuracam 7-yə. Olacaq 147. Düzdür? Belə. Bu olacaq -2. İndi nə deyir? A plus B-ni istəyir. 19-un üstündə -2 gələcək. 19 nə idi? 21-in üstündə -2 gələcəm. Olacaqdı 19. Birbaşa avtomatik bilmir cavabı dedim. A bəndi. Rahat bir sual idi. Dövr sayını tapmaq olur. Sonra 79. Python dilində yazılmış proqramın 180 ədədini çap etməsi üçün daxil edilə biləcək ən kiçik natural ədədin rəqəmləri cəmini. Deməli, yenə də eyni bir nüans. A kiçik bərabər olmalıdır. Nədən? Sıfırdan ki, dövrüm yekunlaşsın. İndi məndə M-in başlanğıc qiyməti -20-dir və sonda 180 ədədi çap olunmalıdır. Yəni, ümumi olaraq -20 plus 20x bərabərdir 180-ə. Keçirdəndə 200 eləyir, böləndə deməli x bərabərdir 10-a. Dövr sayım 10. İndi mənə nə deyir? Bir dəqiqə görək. Ən kiçik natural ədədini. Deməli, 10-cu dövrdən çıxmışamsa, 9-cu dövrdən son dəfə var ilə giriş etmişəm. İndi mən burada tapsam 10 dənə dövrümü, bu neçə olacaqdı? Neçə olacaqdı? Ümumi olaraq, yəni mənim A olacaqdı 100-də. Çünki ən böyüyüm 100 olacaqdı. Müqayisə eləməli deyiləm. Yəni A minus 10-una vuracam, eləyəcək 100. Kiçik bərabərdir 0-dan. A-m olacaq nə? 100. İndi burada bir də bundan 9-cu dövrü tapmalıyam. O zaman bu neçə olacaqdı? 9-cu dövrdə amma artıq olacaqdı. A minus 9-u ona vuranda 90 eləyir. Böyükdür 0-dan. Bu da A böyükdür 90 və 91. A bərabərdir 91. Ən kiçiyi də budur. İndi nədir? Natural ədəd rəqəmləri cəminin 9-un üstünə 1 gələcək, eləyəcəkdir 10. Y variantı. 80. Nəzəri bir sualdır. Nə deyir? Printer deyir ki, proqramların və verilənlərin uzun müddət yox. Burada ümumiyyətlə yaddaş qurğularından bir qurğu yoxdur. Ona görə də A variantı. A heç nəyə uyğun deyil. Kağız üzərində görüntüləri kompüterə daxil etmək üçündür. Bu skanerdən gedir söhbət. 3-ə gedəcək B. Matrisli şırnaqlı lazerli, bu printerlərin növüdür. 1-ə gedəcək C. Notebooklarda onun əvəzinə touchpad adlanan qurğudan, bu sıçandan gedir söhbət. 2-yə gedəcək D. Əsasən sol, sağ düymələr və orta təkərcikdən, bu da təbii ki, sana məxsus bir haldır. 1C, 2D'yi, 3-də B. Elə bir variantımız 1C, Y variantı olur. 21. Cədvələ də axtarış serverinə tətbiq edilən sorğular verilmişdir. Sorğuların nömrələrini axtarış serverinə deməli tətbiq etsə azalma sırasını soruşur. Ümumiyyətlə azalma sırasını soruşursa, əndi çox olan ən azdır, oru çox olan ən böyükdür. İndi məndə oru ən çox olan hansı olacaqdır? Azalma sırası. Deməli, birinci 2 ilə başlayacaq, 3 ilə bitəcəkdir. 2 ilə başlayan, 3 ilə bitən, sonra 4 gələcəkdir normalda, sonra da 1 gələcək, sonra 2, 4, 1, 3, cavab C variantı. Heç avtomatik olaraq 3 ilə bitən bir dənə burada C variantıdır. Özümüzü yormağa dəyməzdir. Elektron cədvəl fraqmenti verilmişdir. A3, Y3 diapazonundakı düsturlar sürüşüb.
Ən böyük xananı müəyyən edin. Deməli, sürüşdürək. Görək nə alırıq. B2-nin üstündən A1 gələcək. B2-nin qiyməti nədir? 1-dir. 1-in üstündən 1 gələcəm, bu olacaq 2. Buraya yazsam yəqin ki, oxunaqlı olar 2. İndi mütləq xanada A3-ü vuracam B2-yə. A3-üm nədir? A3-üm 2 tapdım. 2-ni vuracam B2-yə. 1 olacaqdır. 2 üstünə gələcəm A2-ni. A2-mdə 3-dür. Bura olacaq 5. Buraya yazıram 5-i. Sonra 3-ü vuracam B1 xanasına. Bu olacaqdır 12. 12-dən çıxacam S2-ni. Bu olacaq 10. Aha. Sonra D2-dən çıxacam A3-ü. D2-m neçədir? 4-dür. 4-dən çıxacam A3-ü. A3-ü nə tapmışdıq? 2 tapmışıq. Bu olacaq 2. Y2-dən Y2-m nədir? 5-dir. 5-dən çıxacam B1-i. 4 bura olacaq 1. İndi sürüşdürsək bura olacaq B3. B3 plus A2. Düzdür. B3-ü nə tapmışam? 2-dir. 2-nin üstünə də A2-ni gələcəm. A2-m də bura olacaq 5. Bunu bura sürüşdürsəm, bu A3 dəyişməyəcək. Bu B3 olacaqdır. A3-üm neçədir? A3-üm 2-dir. 2-ni vuracam B3-ə. B3-ü B3-də nə tapmışdıq? 5 tapmışdıq. Deməli, A3-üm nə idi? Bir dəqiqə. 2-ni vuracam 5-ə. 10. 10-un üstünə A2 gələcəm. A2-ni nə tapmışdıq? A2 3-dür. A3-üm bir dəqiqə. Deməli, A3-üm neçədir? A3-üm 2-dir. 2-ni vururam B2-yə. B2-m 1-dir. B2-m 1-dir. Bu amma sürüşdürəndə bu olacaq B3. B3-üm 5-dir. Deməli, mən 2-ni vururam 5-ə. 10. Onun üstünə də A3-ü gələcəm. A3-üm nə idi? 2, 12. Deməli, C bunu sürüşdürəndə burada olacaqdır. 3-ü vuracam B1 mütləq dəyişmir. Olacaqdır 12. 12-dən çıxacam C3-ü. C3-ü nə tapmışdıq? 10. Bura olacaq 2. Sonra bunu sürüşdürəcəyik. Olacaq D3. D3-dən çıxacam A4-ü. D3-dən çıxacam A4-ü. D3-üm neçədir? 2-dir. Burada nəsə mənfi alınacaq. Heç bu da ödəməz. Bu eləcə Y3. Y3-dən çıxacam B1-i. Y3-ümü nə tapmışdım? 1-dir. Bundan da çıxıram B1-i. 0 qalır. Nə ümidvaram düz dedim. Ən böyüyü soruşur. Ən böyükdə B4 olur. 12-ni tapmışıq. Cavabımız D variantı. Nə mənasız bir sualdır. 83. Elektron cədvəl fraqmenti verilmişdir. B3 xanasında hansı tam qiymət yazılmalıdır ki, hesablamalardan sonra deməli A4 D4 diapazonuna əsasən qurulmuş diaqram şəkildəki kimi. Əla. Deməli bizdə nəyi tapmalıyıq? Sual işarəsi budur da bunu tapmalıyıq. Bir dənə də baxın. B3. Aha, B3-ü tapmalıyıq. İndi A2 bir 102. A2 nədir? A2-ni tapacağıq. B2 vuraq, B2 vuraq, B2. Bizdə B2 neçədir? Bu eləyəcək 8. 4 kərə 2-nin 8. Deməli, bura gedəcək 8. Yəni bu. Bu olacaq 8. İndi bu 8-dirsə 20% deməli nə olacaqdır? Yəni bunun yarısıdırsa bura eləyəcək 16. Onu tapdım. İndi bizdə nə deyir bu? Bu B3 vuraq 6. B3-ü tapmalıyam. Yəni ki, ümumi olaraq 6x plus B2 nədir? B2-də 2-dir. Bərabər eləyəcəm. Bu faiz də buna uyğundur da. Onu da tapdım ki, eləyir ki, necə? Deməli, bir dəqiqə. B3-üm neçədir? X-də 6-nı vururam. X-da plus B2. B2 mənim 2-dir plus 2-dir. Bərabərdir 16-ya. 6x da bərabərdir. Deməli,
14-ə. Amma düzgün nəsə hesab getmədi ha. Bir dənə də baxam. Deməli, e, A2-nin üstünə 2 gələcəyik. Mən burada A2-nin üstünə 2 gəlməmişim. Birbaşa 16, 8 yazmışam. Bu 10 edir. Bu 10 edir. Bu 10 edir. Üzürlü sayın. Çünki P102-ni gözümdən qaçırtmışam. Ona görə də burada səhvlik olacaqdır. Çox-çox üzürlü sayın. Çünki P102-ni unutmuşam. Ona görə tam çıxmadı. Yoxsa problem yoxdur. İndi burada 10 edirsə, deməli bura 20 eləyəcəkdir artıq. 20. İndi mən aldığım ifadəni, yəni ki, 6x plus B2 nədir? 2-dir də. Bərabər eləyəcəm nəyə? 20-yə. 6x bərabərdir 18-ə, x də bərabərdir 3-ə. Cavabımız 3 olur. 3. Bu, mənim gözümdən bu 2 qaçıbdır. Çünki A2 plus 2-dir. Elə bildim təkcə A2-yə bərabər eləyir. Sonra 84. Nə deyir bu? Verilənlər bazasında əlaqələndirilmiş cədvəllərindən fraqment verilmişdir. 15.01.2024 tarixində Bakı və Lənkəran şəhərlərində sifarişlərin ümumi məbləğ. Deməli, biz sırf 15.01.2024 tarixini tapmalıyıq və eyni zamanda Bakı və Lənkəran şəhərləri. Görək Bakı və Lənkərana nə gedir? Hansı aidilər? 1 gedir, 4 gedir, 5, 6, maşallah elə hamısı gedir. Heç nə saxlamayıblar. İndi bunu tapdıq. Sadəcə olaraq baxacağımız məqam odur ki, eyni zamanda bizə 15.01. Deməli, bizə bu tarix lazımdır. İndi 15.01 olan bu tarix lazımdır. Bu tarix lazımdır. Bir də bu tarix lazımdır. İndi iş orasındadır ki, eyni zamanda bu tarixləri tapdıq ha və e, görək bizdə məsələn 2 ilə 3 ödəmirdi. 2 ilə 3 ödəmirdi. İndi bu nə aid? Düzü bunu bilmirəm nədir. Burada çapda gedibdi, bilmirəm nədir. Bu deyəsən 3-dür. Çünki belə oxşadıram bunu. 3 oxşadıram. Yəni məndə ümumi olaraq bu 3 oxşadıram bunu. Bu 1 deyil, 2 deyil 100%. Elə ki 3-dür. Nəysə, bunu çıxacağıq. Bu ödəməyəcək. Mənə 1-in 1, 6, 8 lazım olacaq. 1, 6, 8. Aha, indi 1, 6, 8-i tapmalı, cəmini tapmalıyıq. 150, 150-nin üstünə gələcəyik 180. Bir dəqiqə, 180-i plus 200-ü gələcəyik. Demək, 150-nin üstünə 180 gələndə 330, o da 200, 530, 70 olur. Cavabımız 530. 86. Alqoritmin uzunluğu maşallah. Baxaq görək nə deyir burada. Deməli başlanğıc A-dır, amma A burada dəyişir. Yazaq səliqəli şəkildə. Deməli baxsam ki, budur mənim bu şart ödənəndən sonra buna düşürəm, sonra qayıdıram buna, sonra bu ödəməyə yoxa gedirəm, qayıdıb bir də yoxlayıb çıxıram. İndi burada mən ümumiyyətlə A böyük bərabərdir 15-də yox deyib B-ni 5 vahid azaltmalıyam. B də dövrün daxilində dəyişir. A-nın başlanğıc qiyməti 7-dir və D dəyişmir. D dəyişmirsə, mən burada ümumi olaraq S nə iş görəcəkdir? S məsələn də indi deyirəm. A-nın başlanğıc qiyməti nədir? 7-dir. 7 gələcəkdir 2-yə vuracam. Olacaqdır 14. Plus burada D dəyişmir deyə. Yəni hər dəfə 2 vahid artır. Yəni ümumi olaraq A-nın aldığı qiymətlər, başlanğıc qiyməti nədir? 7-dir. Sonra olacaq 9, sonra olacaqdır 11, sonra olacaqdır nə? 13. Artıq 15-də mən bu gövdəyə düşə bilməyəcəm.
Ümumi olaraq bunun D2 misli olacaqdır. Bu S-i tapım olacaqdır bu 14, üstə gələk 18, üstə gələk 22, plus 26. Deməli 32, 32-nin üstünə gələcəm 22, 54, 54-ün üstünə 26 gələcəm. Bu eləcək 80. S-in burada 80-dən dayanacaqdır. Bu öz yerində. Bir 3 vahid azalacaqdır. Amma mən burada dövr sayını tapmaq istəyirəm. A-nın başlanğıc qiyməti 7-dir. 7 plus deyim ki də 2x böyük bərabərdir 15-dən. Düzdür? 2x böyük bərabərdir. E, deməli, biz buradan keçirsək, görürsən dövr sayını buradan düzmü tapsaq ödəyərmi? Çünki nəyə görə deyirəm, mən burada avtomatik olaraq burada 8 olur, yəni x bərabər 4. Aha, əla işlədi. 4 dəfə dövrüm işlədi. Yəni uzun getmək istəmirəm addım-addım. O dəyişənin dəyişmiş düz dəyərləri var orada. A yeni bir qiymət alır. Amma o nüansı oradan tapdım ki, onsuz da 4 dəfə işləyir. Burada da bunu yoxlamışdım. Əla. Qısa yolu budur. 4 dəfə işlədi. Bəzən adam deyir ki, dəyişənin dəyişmiş qiymətləri var. Qoy dedim yoxlayım da stabil məsələn B də dəyişir, A da dəyişir. Ona görə də dövrümün sayı 4-dür. İndi burada bəs mənim ümumi olaraq tapacağım son qiymət də B-nin, çünki mən B-ni 5 vahid artırmalı, azaltmalıyam. B-nin başlanğıc qiyməti nədir? 30-dur. 30-dan çıxacağam 12-nə. Bu da olacaq 18. Deməli, B-nin son qiyməti 18-dir. Burada. 18. Əla. İndi burada B-nin son qiyməti 18-dir və yox qolunda B olacaqdı 13. Çünki 5 vahid azalır. S bərabərdir. S-in üzərinə S-in son qiyməti nədir? 80-dir. 80-in üzərinə B-ni gələcəm. B 13-dür. Çıxacam A-nın son qiyməti. A-nın da son qiyməti onsuz avtomatik olaraq bilirdim ki 15-dir. Bu da olacaq 78. Cavabımız 78. Onsuz da bu şərt ödənməyəcək də normalda A plus D cəmi B-dən kiçik olacaqdır. Bu artıq yəni bu aydın məsələdir. Qayıdıb hələ bircə şərti yoxlasam, bizim B-nin son qiymətimiz 13-dür. A-la D-nin cəmi avtomatik olaraq yəni 13-dən böyükdür. 78. Belə. Yəni S-in qiymətini də sadəcə olaraq orada sürətli şəkildə hesabladım ki, onu da görək. Sonra qrafik faylın yerini göstərən atribut. Atribut deyir. Qrafik faylın image tagi ilə işləyən atribut SRC-dir. Birinci D. Sonra istinadın yolunu göstərən atribut A taginin daxilində hərf. 2 gedəcək B. 1D, 2B. 80. Deyir, daxil edilən 20 natural ədəddən ən böyüyünü tapıb çıxışa verən alqoritmi. Ümumiyyətlə, bizdə burada 20 dənə, yəni natural ədəd deyir. Biz bunun blok sxemini qursaq, görək. 20 dənə. Tutaq ki, mən hansısa bir dənə ədəd qəbul edəcəm. Tutaq ki, o ixtiyarı özündən bir dənə ədəd daxil edirəm ki, bu max bir ədəddir. Məsələn də özümdən deyirəm. Hansısa bir A ədədinə bərabərdir bu max. Çünki ən böyüyünü tapıramsa, mən daxil etməliyəm bir ədəd ki, onu müqayisə edim, ən böyüyün belə deyək də çıxışa verə bilim. Artıq bir dənə ədəd daxil etmişəm deyə mən ikinci ədədimi başlamalıyam ki, müqayisəmi aparam. I bərabərdir 2. İndi mənə qayıdır ki, 20. Deməli, mən 20 deyirsə, nə qədər ki, i 20-dən kiçik bərabərdirsə və özümdən ixtiyari ədəd daxil edəcəm, hansısa bir x ədədi. Düzdür? Gedəcəm, şərt qoyacam ortaya. Deyəcəm ki, əgər mənim bu daxil edədiyim ədəd məsələn, bu əvvəl max ədədini tutaq ki, hansısa bir özündən ədəd daxil eləmişim 7. İndi sonra məsələn 7-dən böyük ədəddə bir daxil edə bilərəm də. Deyirəm ki, mənim bu x-ım böyükdürsə maxdan. O zaman mənim həll qoluma nə atacam?
Max bərabər olsun x-a. Max bərabər olsun x-a. Ee, Sonra da indi bir vahid artıracağım. Bir də bərabər olsun. I plus 1 vahid üçün şərt. Çap edək. Burada ataq Max'ı. Belə. Keçək 89-cu sual nümunəsinə. Bir dəqiqə. Deməli, nə deyir? Deyir, klaviaturaya daxil edilmiş n sayda müxtəlif natural ədədlər içərisində cüt olan ən kiçik ikinci ədədin rəqəmləri cəmini çap edən proqramı Python dilində yazın. Deməli, ümumiyyətlə, bizdə burada ikinci ədəddən söhbət gedir və cüt olmalıdır. Nə cür qurarıq? Məsələn, ağlıma müəyyən bir versiyalar gəlir. Çalışacağım biraz anlaşıqlı bir kod qurum. Python'umuzda problemi yaşanır. Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Deməli, bir də kodu oxuyum. Görüm nə deyir. Klaviaturadan daxil edilmiş n sayda müxtəlif naturallər içərisində cüt olan ən kiçik ikinci ədədin rəqəmləri cəmini çap edən Python dilində yaz. Birdən çox cüt ədəd daxil edilmişdir. İndi tutaq ki, mən gedib kodumu yazsam, deyərəm ki, n bərabərdir int input. Çünki ədəd daxil etməliyəm deyə və bunu mən elə qurmalıyam ki, belirli int tipinə çevirsin. Ədəddən gedir söhbət. Aha. Sonra bir dənə M siyahısı daxil edəcəm. Boş siyahı. Çünki cütləri istəyirəm ki, bu siyahıya daxil edəm. For in range sıfırdan deməli n-ə kimi. Bu belə. İxtiyari ədəd deyirsə, mən dövrün gövdəsinə hansısa bir dənə ixtiyari özündən ədəd daxil edəcəm. Int input. İndi cütlüyü yoxlamaq üçün deyəcəm ki, əgər bu ədəd if x bölünürsə 2-yə, yəni bərabərdirsə sıfıra. Deyəcəm, həmin o ədədi M siyahısına əlavə edək. O zaman M nöqtə append x. Yəni, sırf olaraq mən cütləri bu siyahıya əlavə edəcəm. Sonra nə qədər ki, ödənəcək, yəni ixtiyarı özümdən daxil edəcəm, düzdür. Sonra deyəcəm ki, bunu bu siyahına azdan çoxa düzərəm, sort əməliyyatı verərəm, metodu verərəm. Sonra gedərəm k bərabərdir, oradan birinci indeksə müraciət edib ikinci elementi götürərəm, yəni M1. Bu mənim olacaqdır ikinci cüt ədədim. İndi sonra da burada təbii ki, bunun rəqəmləri cəmini istəyirsə məndən, deyərəm while nə qədər ki, k böyükdürsə sıfırdan, o zaman nə edərik? S bərabərdir, məsələn, k-nı ona bölünməsindən alınan qalır. Bu sonuncu ədədi tapacam buradan. Yəni, daxil edeyim
ədədin sonu. Sonra deyəcəm ki, e, sonra deyəcəm ki, bitir deyəcəm. Aha. K bərabərdir. K bölək 10. Cəm bərabərdir. S bir 100 K. S bir 100 K. Pirinç cəm. Oldu bitti. Sonra ikinciyə baxaq görək. Hı. Deyir, klaviatura daxil edilmiş n sayda natural ədəd içərisində tək və cüt ədədlərin sayının hasilini. Bu daha rahatdır ümumiyyətlə. Yəni əgər ixtiyari ədəd ikiyə bölünürsə, sayı bir dəfə artır if hissəsində. ES-də bölünməyənlərin axırda hasil tapmaqdır. Rahat bir proqramdır. Qursaq. Deməli, bunu necə eləyərik? Yenə də n bərabərdir. Int input məsələn h bərabərdir 0, s də bərabərdir 0. Təklərin və cütlərin sayını tapmaq üçün o dəyişəni verdim. For i in range 0-dan n-ə kimi. Buradan bir dəqiqə. Niyə işləmədi? Aha, 0-dan n-ə kimi. Sonra ixtiyari bir ədəd daxil edəcəm. X bərabərdir. Int. Kompüterdə yorulub. Aha. İndi deyirəm ki, əgər if həmin o daxil etdiyim ədəd cütdürsə, yəni x bölək 2 bərabərdirsə sıfıra, o zaman h bərabərdir h plus 1. Bu bir. ES-də s bərabərdir s plus 1 yazarım. Printə də yazacağım h vurağız. H vuraq. Proqramımız da bu cür qurulacaq. İzlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Sağ olun, görüşmək ümidi ilə.